borcumuz çoxdur. Mən bir oğlu itirmiş şəhid atasıyam. Mən kommunalı mən niyə ödəməliyəm? Mən bir dənə sual vermək istəyirəm ki, elə kim olur olsun, məmuru olsun, deputatı olsun, mən bir oğlumu itirmişəm. Mən niyə verməliyəm kommunalı? Hansı səbəbdən? Cənab Prezident sağ olsun, prezidentimiz var olsun. 2020'de sərəncam verdi, amma yerinə yetirən yox. Və Cənab Prezident özü qeyd elədi ki, biz əldə etdiyimiz bütün nailiyyətlərə görə şəhidlərimizə borçluyuq. Onları qəhrəmanlıqda böyüdən atalara, onlara borçluyuq. Bir gözəl söz dedi mənim. Dedi ki, bu mənim yetirmələrim. Mənim evlatlarım. Mənim hakimiyyəti dövründə yetirmələrim. Formalaşmış gənclər döyüşlərdə daha çox fəallıq nümayiş etdirdi. Bəli. Yəni 2003-cü ildən sonra mən hakimiyyətə gələrkən uşaq olan və sonradan formalaşmış gənclərimiz bu döyüşlərdə daha fəal iştirak etmişlər. Yəni Cənab Prezident də deyir ki, bizim bu qələbəyə görə qeyd elədiyimiz kimi, nailiyyətlərə görə biz şəhidlərimizə borçluyuq. Onları qəhrəmanlıqda böyüdən şəhid atalarına, analarına borçluyuq. Yəni ki, şəhid atalarının, analarının, ailə üzvlərinin heç kəsə borcu yoxdur. Ona borcunu yerinə yetiriblər. Yeni bir Azərbaycan yaradılması, tüm Azərbaycan formalaşdırılması üçün, dünyaya təqdim olunması üçün Cənab Prezidentin siyasətinə dəstək verir. Onun siyasətinin məntiqi nəticəsi olaraq yeni bir Azərbaycanın qurulmasında, ərazi bütövlüyünün təmin edilməsində və 2 əsri tarixi əhatə edən erməni işğalına, soyqırımı siyasətinə son qoyulması üçün yeganə evladını qurban verən şəhid ailələrimiz var. Şəhid ataları, şəhid anaları var. Bunlar vətən qarşısında borcunu yerinə yetiriblər. İndi bizim vətəndaş olaraq hər birimizin borcudur ki, şəhid atasının, anasının borcunu qaytarmaq istiqamətində iş görür. Ancaq nə qədər çalışsaq da biz onların borcunu ödəyə bilmərik, qaytara bilmərik. Yəni ki, bu elə bir məsələdir ki, canını qurban verməsən bu torpağı qaytara bilməzsin. Yəni, vətən yolunda qurban verməklə. Cəmil müəllim, heç mənim oğlum Rüyal Aslanov, yəni Azərbaycan sürə girməmişdir. Rusiyada böyük, Rusiyada yaşamışdır. Vətən dedi, gəldi hərbiyə. 30 günü qalmışdı, şəhid oldu. İdmançı da uşaq idi. Yəni dediyim nədir? Bir oğlum var, düzdür? Bir oğlunu verən ata dərd çəkməlidir. Hansı dərdi çəkək? Hansı dərdi çəkək? Kommunal dərdi çəkək, kredit dərdi çəkək, hansı dərdi çəkək? Nə qədər olar? Bu həll olunması istiqamətində işlər görülür. İnşallah.